Salam hörmətli izləyicilər, bu gün sizə nisbə əvəzinə bağlı daha bir qeydi izah etmək istərdim. Demək, gördüyünüz kimi bir qeyd yazmışıq bura. Nisbə əvəzlikdən sonra gələn feil, nisbə əvəzlikdən əvvəl gələn isimlə uzlaşır. Nə deməkdir bu? Yəni, bizim burada nöqtələrimiz var, burada isimimiz cəmdədir. Cəm isimdirsə, artıq biz burada bu variantda 4-cü bəndi verə bilmərik. Çünki want feili burada təkdədir, SQB-dir, yəni SQB-dən feillər təkdədirsə, biz burada cəm isimlə tək feil verə bilmirik. Bəli, burada isimimiz çünki cəmdədir. 4-cü bəndə atırıq və eyni zamanda gəlir digər variantlara baxır. 3 də səhvdir burada, çünki 3 də qız, qonaq, canlı isimli şəxs insan ifadə edirsə, 3 də bildiyiniz kimi cansız isimlərlə işləmir, canlı şəxslərlə insan ifadə isimlə işləmir. 1-2 doğru cavabımızdır. Bu testlərdə diqqətli olun. Test ofisi 2025 nəşrində 11 dərs tutmuş nəşrdə də bu izah qaydaya aid testlər var. İzahı dinlədikdən sonra rahat formada işləyə bilərsiniz. Çox sağ olun.